Paytaxtda həyata keçirilən yenidən qurma və şəhər salma layihələri çərçivəsində bir sıra ərazilərdə söküntü və abadlaşdırma işlərinin aparılması nəzərdə tutulur. Proses Bakı şəhərinin 2040-cı ilədək baş planına uyğun şəkildə həyata keçirilir. Daha hansı ərazilərdə söküntü işləri aparılacaq? Sıradakı sujetimiz bu mövzunu əhatə edir. Baxaq. Bakı şəhərində 2040-cı ilədək söküləcək ərazilər siyahısında Ziya Bünyadov prospektinin yaxınlığında olan tikinti materialları bazarı, eyni zamanda kommersiya obyektləri də söküntü planlaşdırılan ərazilər siyahısındadır. Qeyd edək ki, söküntü zamanı sahibkarlara bazar qiymətinə uyğun ödənişlər ödəniləcəyi nəzərdə tutulur. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirir ki, Yasamal, Nərimanov, Nəsimi, Xətai, Sabunçu, Suraxanı və Binəqədi rayonlarında köhnə yaşayış fondunun yenilənməsi istiqamətində layihələr nəzərdən keçirilir. Bayal qəsəbəsi istiqamətində mərkəzi parkın genişləndirilməsi ətrafında, eləcə də Təzəpir məscidi yaxınlığında müəyyən ərazilərdə yenidən qurma işlərinə başlanılıb. Zərgərpalan küçəsi və ətraf hissələrdə də abadlıq və infrastruktur layihələrinin icrası planlaşdırılır. Paytaxtda daha bir sökülməsi nəzərdə tutulan ərazilərdən biri də bir saylı klinik tibbi mərkəzin yaxınlığında yerləşən Cəlil Məmmədquluzadə küçəsində həyata keçiriləcək. Qeyd edək ki, bu küçədə tramvay xətti çəkiləcək və tramvay xəttinin üzərinə düşən evlər söküləcək. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyir ki, şəhərin mərkəzində həyata keçirilməsi nəzərdə tutulan layihələrdən biri də qış parkının genişləndirilməsi və onun Nizami küçəsi ilə əlaqələndirilməsidir. Layihə çərçivəsində yeni piyada keçidləri və ictimai məkanların yaradılması nəzərdə tutulur. Söküntü nəticəsində binaların və fərdi yaşayış evlərinin kompensasiya məbləği təbii ki, 3 formada təyin olunur. Bu bir tərəfdən müvafiq Nazirlər Kabinetinin yanındakı komissiya tərəfindən müəyyən edilə bilər. İkinci variant həmin şəxslər arasında və investor arasında qarşılıqlı razılaşma şəraitində məbləğ müəyyən olunur. Üçüncü variant isə müvafiq dövlət qurumları tərəfindən keçirilmiş satın alma tender nəticəsində müəyyən edilmiş qiymətləndirici şirkət tərəfindən müəyyən olunur. Vüqar Oruc bildirdi ki, hər kvadrat metr üçün vahid məbləğin müəyyənləşdirilməsi əvəzinə hər bir əmlak üzrə ayrıca qiymətləndirilmə aparılması daha ədalətli yanaşma olar. Söküntüyə məruz qalan vətəndaşlara elə kompensasiya ödənilməlidir ki, onlar yaşadıkları əraziyə yaxın zonalarda yeni mənzil əldə edə bilsinlər. Elşad Bayramoğlu, Elşən Əhmədov, Əhməd Məmmədov, ATV Xəbər.